Mən hər zaman qəbr üstə gedəndə ondan üzr istəyirəm və içimdən bir uşaq kimi ağlayıram, deyirəm ki, kaş mən vaxtında sənə dəyər verərdim, ay mama, kaş mən vaxtında səninlə daha çox vaxt keçirdərdim. Kaş doğrudan da bizim həyatımız belə səndən daha sıx yaşayardım. Mən hep iş və mamam həmişə deyirdi ki, məni küstürmə, mənə pis sözlər demə. Mən də deyirdim, mama bəsdir də, şey olar da. Dedi ki, bizmə bilmək olmur, mən nə vaxt gedərəm, nə vaxt qalaram. İnanırsınız, özümə bir onu bağışlaya bilmədim ki, anama çox qayğı və çox diqqət göstərə bilmədim. Özüm neçə dəfə də xariclərə getsəm, həmişə demişəm, amma səni də aparacağım, amma apara bilmədim. Elə oldu ki, birdən-birə onu itirdi, 53 yaşında olan gümrah, güclü qadın bu koronavirusdan getdi. Düzgün tədavi eləmədilər, nələr eləsəydim də, nələr eləmək istədim, bacaramadım. Yeganə varlıq bir anadır ki, heç vaxt öz övladından üz döndərməz. Bəlkə həyat yoldaşı da səndən tam ana kimi ola bilməz ki, sabahları sən onu nəsə almadın, küstüyü getdi. Amma ana elədir ki, sən onun övladısan və sən neynəsən də onun üçün yaxşı bir övladsan, yaxşı bir. Sən sabah ən axırıncı pis insan olsan da onun gözündə sən yaxşısan və o sənin dərdini çəkəcək. Ona görə anaların qədrini bilin, dostlar.